Tədris dönəmində bir dəfə müəllimimiz dərsə 10-15 dəqiqə müddətində gecikdi və dərsini keçib qurtardıqdan sonra dərsin sonunda bizə bir qissə danışdı. Yəni adətən həmin bu bizə dərs deyən şeyx, müəllim heç vaxt dərsə gecikməzdi. Lakin biz gördük ki, müəllim 10-15 dəqiqə gecikdi. Və biz də gözlədik və sonra dərs başladı və dərsi bitirdikdən sonra başına gələn bir qissəni bizlərə danışdı. Və həmin bizim dərs vaxtımızda əsr namazına təsadüf elədiyinə görə dedi ki, mən məhəllə məscidində namaz qılası oldum. Yəni, cəmaat namazını qaçırmamaq üçün. Və deyir, namaza daxil olduq və həmən yanında bir şəxs var idi. Deyir, onun telefonuna zəng bildirişi gəlməyə başladı. Bir neçə dəfə. Və deyir, telefonu cibindən çıxardı, başladı telefonu açmağa, orada nəyəsə daxil olmağa və sonra nəsə yazmağa və sonra bir müddət belə davam elədi. Və sonra deyir, telefonu bağladı, qoydu cibinə. Və deyir, mən çox heyfsiləndim yəni, bu mənzərədən ki, yəni subhanallah, yəni gör nə həddə çatıb ki, artıq yəni, müsəlmanlar 5-10 dəqiqəlik ibadətdə belə telefondan ayrıla bilmirlər. Və nəysə, deyir, bu namaz bitdi və mən çölə çıxdım. Və deyir, düşündüm ki, buna nəsihət edeyim, etməyim. Çünki dərsə də deyir, gecikirəm. Və dedim ki, 5 dəqiqəlik buna vaxt ayırım. Nəsihət edeyim, ola bilsin ki, qəbul etsin. Onun yanına yaxınlaşdım, məscidin qapısında və dedim ki, əvvəlcə salam verdim, ona xoş üzlə halını sordum. Və dedim ki, yəni Allah sənə rəhm etsin, yəni bir möminə yarışmaz ki, namazı olduğu vaxt telefonla məşğul olsun. Və deyir, o məni dinlədi təmkinlə və dedi ki, bəs mən bunu üzürlü səbəbdən dolayı etdim. Deyir ki, mənim qəlbimdə, ürəyimdə aparat qoşublar, onu telefon vasitəsilə idarə edirəm. Yəni, subhanallah. Yəni, şək deyir ki, mənim nitqim qurudu. Yəni, biz subhanallah, həmin dərsi olan heç bir tələbə bizim ağlımıza gəlmədi bu şey. Hər birimiz o namaz qılan haqqında pis zəndə olduq ki, mənim özüm də tələbələrin hamısındakı necə ola bilər, yəni insan yəni o həddə çatdırar ki, namazın daxilində kimləsə də mesajlaşır. Yəni hansı ki, subhanallah, bunun səbəbi nə imiş? Qəlbində aparat var imiş, o aparata da bildiriş gəlir, bir saatdan bir o daxil olub telefon vasitəsilə onu idarə edir. Yəni ona görə də həqiqətən də ola bilsin ki, bizim ağlımıza gəlməyən nə qədər üzürlər olsun, lakin bu həqiqətən də real olsun.